Dostlar salam. Yeni dersimizde sizlerle görüşmeme çok şadam. Bugün birlikte Çin dilinde istiqamətləri öğreneceğiz. Yani sağ, sol, sağda, solda, qarşıda, arkada, yanında, sağa dönmək, sola dönmək. Bu kimi istiqamətə aid sözlərlə və ifadələrlə tanış olacağıq. Cəmi 10 dəqiqənizi ayırmaqla Çin dilində istiqamət mövzusunda lazımi sözləri öyrənə biləcəksiniz. Dersimizin birinci hissəsində istiqamət mövzusunda sözlər, ifadələr öyrənəcəyik. Dersimizin ikinci hissəsində isə bir dialoqumuz olacaq və onu birlikdə analiz edəcəyik. İndi keçək dersimizin birinci hissəsinə və potensial sözlərimizdən tanış olaq. Deməli, Çin dilində sağ və ya sağ tərəf sözü yobian, yobian, sağda, zai yobian, zai yobian, sol və ya sol tərəf, zobian, zobian, solda və ya sol tərəfdə, zai zobian, zai zobian, ön və ya ön tərəf, qianbian, qianbian, öndə, ön tərəfdə, zai qianbian, zai qianbian, arxa, arxa tərəf, hobian, hobian, arxada, arxa tərəfində və ya arxasında, zai hobian, zai hobian, qarşı, qarşı tərəf, yəni əks olaraq, opposite, duymayan, duymayan, qarşıda və ya qarşısında, zai duymayan, zai duymayan, yan, yan tərəf, pambian, pambian, yanında, zai pambian, zai pambian, orada, zai nabian, zai nabian, dönmək, guai, guai, İngiliscəsində toward, Azərbaycanda tərcümə eləyəndə a, doğru, wang, wang. İndi sağa dönmək, wang, yoguai, wang, yoguai. Sola dönmək, wang, hoguai, wang, hoguai. Düz getmək, wang, qianzhou, wang, qianzhou. Getmək, zhou, zhou. Birindən soruşduğumuzda məsələn filan yerə necə gedə bilərəm? Necə gedə bilərəm? Çin dilində zımı zhou, zımı zhou. Dostlar, keçək dərsimizin ikinci hissəsinə və dialoqumuzla tanış olaq. Təsəvvür edək ki, hava limanındayıq. Tualetə getmək istəyirik məsələn. Və ya restorana getmək istəyirik, coffee shop'a getmək istəyirik. Hər biri ola bilər. İndi soruşuruq ki, məsələn də tualet hardadır? Si shoujian zainar, si shoujian zainar. İndi birindən bunu soruşduğumuz zaman potensial cavablar nə ola bilər? Deyə bilər ki, sağdadır, soldadır, qabaqdadır, qarşıdadır. Bunlardan biri ola bilər. İndi bunları Çin dilində deyək. Məsələn, soruşuruq ki, si shoujian zainar. Adam bizə deyir ki, sağdadır, zai yobian. Soldadır, zai zobian. Qarşıdadır, yəni qabaqdadır, irəlidədir, zai qianbian. Və ya əks tərəfdədir, qarşıdadır, üzbəüzdədir deyək, zai duymayan. İndi bu si shoujian zainar, VC haradadır sualını başqa cürə verək ki, VC-yə tualetə mən necə gedə bilərəm? Çünki bunun sualında artıq cavablar fərqli olacaq. Qu si shoujian wo zımı zhou, VC-yə necə gedə bilərəm? Bizə deyə bilərlər ki, düz get, sonra sağa dön. Və ya düz get, sonra sola dön. İndi bunları Çin dilində deyək. Məsələn, deyir ki, bizə birinci düz get, sonra sağa dön. Bunu Çin dilində deyək. Xian wang qianzhou, ranho wang yoguai. Burada xian ilk olaraq, yəni birinci, ilk olaraq düzünə get. Xian wang qianzhou, düzünə get. Ranho, İngiliscəsində then, Azərbaycanda sonra. Sonra wang yoguai, sonra sağa dön. İndi deyək ki, bizə deyir ki, birinci düz get, sonra sola dön. İndi bunu Çin dilində deyək. Xian wang qianzhou, ranho wang. İndi burada yoguai sağa dönmək idi. Zoguai sola dön. Bizə deyə bilər. İndi digər cümləyə baxaq. Məsələn, soruşuruq ki, məsələn də restoran hardadır? Fanguar zainar, fanguar zainar. İndi bunun cavablarına baxaq. Deyə bilər ki, bankın qarşı tərəfindədir. Deyə bilər ki, bankın yanındadır və ya coffee shop'un arxasındadır. İndi bunları Çin dilində deyək. Soruşuruq ki, fanguar zainar, restoran hardadır? Bizə deyək ki, zai yin hang duymayan. Zai yin hang duymayan. Bank
duymayan qarşı tərəfində. 在银行 duymayan bankın qarşı tərəfindədir. Və ya bizə deyə bilər ki, 在银行旁边，在银行旁边，yəni bankın yanındadır. Və ya deyə bilər ki, coffee shopun arxasındadır, arxa tərəfindədir. 在咖啡馆后边，在咖啡馆后边. İndi bu cümləni biraz mürəkkəbləşdirək. Məsələn, bizə deyə bilərik ki, filan yer hardadır və ya filan yerə necə gedə bilərəm? Deyir ki, düz get, sağa dön. İndi deyək ki, bizə deyir ki, düz get, sağa dön, sağdadır. Bax, bunu Çin dilində deyək. 向往前走, ilk olaraq düz get. 然后往右拐, sonra sağa dön, sağdadır. 在右边. İndi bu cümləni yenidən təkrarlayaq. Düz get, sağa dön, sağdadır. 向往前走, 然后往右拐, 在右边. Düz get, sağa dön, soldadır. 向往前走, 然后往右拐, 在左边. İndi biraz da bu cümləni mürəkkəbləşdirək. Deyək ki, düz get, sağa dön, sağdadır, bankın yanındadır. Və ya düz get, sağa dön, sağda, bankın yanındadır. Bunu deyək Çin dilində. 向往前走, 然后往右拐. Get, sağa dön. Sağda bankın yanındadır. Sağda, 在右边, bankın yanında. 在银行旁边. İndi yenə təkrarlayım. Düz get, sağa dön, sağda, bankın yanındadır. Deməli, 向往前走, 然后往右拐, 在右边, 在银行旁边. Dostlar, istiqamətlərlə bağlı sözlərimiz, ifadələrimiz və potensial dialoqumuz bu formadadır. Və düşünürəm ki, verdiyimiz suallara uyğun da potensial cavabları sizin diqqətinizə çatdırdım. Bugünlük dərsimiz bu qədər. Kanala bəyənməyi, abunə olmağı, paylaşmağı və videoların altına rəy bildirməyi unutmayın. Növbət dərsimizdə görüşənədək sağ olun.